İstifadəsinin gördüyü interfeysə UI deyirik. İstifadəçi bizim məhsullarımızı necə istifadə edirsə, rahatçılığında işləyən tərəf UX-dir. Məsələn, bank tətbiqi sarı rəngdədirsə, hər şey sarı eləməyə ehtiyac yoxdur. Bu artıq vizual baxımdan çox pisdir. Bu sahəyə başlamaq istəyən üçün ən vacib bacarıqlar hansılardır? Fiziki olan kurslar biraz mənə boş vaxt itkisi kimi gəlir. Aləti öyrəndiniz, tez dizayn işləyin atın. Ya portfolyoya, ya sosial mediaya, belə. Dayanmaq. Bazar belə işləyir. Salam dəyərli izləyicilər. Hər vaxtınız xeyir. Peşəkar danışır rubrikasının növbəti çəkilişinə xoş gəlmisiniz. Hər birinizə xoş izləmələr arzulayıram. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu video oyun sektorunda tanınan yerli oyun stüdyosu Polydream Studio'nun dəstəyi ilə çəkilir. Polydream Studio'sunun sosial media hesablarına aşağıdan keçid ala bilərsiniz. Bugünkü mövzularımız UI UX dizayn, product dizaynerin vəzifələri, freelance işlər, no-code alətləri kimi aktual məsələlər ətrafında olacaqdır. Bu mövzuda bizimlə təcrübələrini bu sahədə 8 ildən çox təcrübəsi olan Ülvi Ömərov paylaşacaq. Ülvi bəy, xoş gəlmisiniz. İlk öncə izləyicilərimizə özünüz barəsində, təhsiliniz və karyeriniz barəsində biraz məlumat verə bilərsiniz zəhmət olmasa. Belə başladıqsa bu 2 saat çəkəcək yəqin ki. Biraz Mənim ixtisasım dünya iqtisadiyyatıdır, bakalavrda. Sonra beynəlxalq iqtisadi münasibətlərdə oxudum magistrını, amma magistrda elə başladım dizayna. Magistrdan qabaq da orta məktəb vaxtı da rəssamlıqla məşğul idim. Bakıda bəzi sərgilərimiz olmuşdu. 2011-lərdə zadda. Təxminən 14 il qabaq. Belə. Sonra magistrda başladım dizayna, Photoshopla tanış oldum. Orada məşğullarım bədəndən götürüb öz başıma qoyurdum, belə paylaş. Dizayn macərası belə başladı. İqtisadiyyat tərəfində belə çox belə zəngin, parlaq gələcəyim yoxdur, çünki heç işləməmişəm o sahədə. Elə ancaq dizayna başladım. Magistrdan birbaşa keçdim. Sonra bir front-end tanışım var idi. O dedi ki, belə biraz boş dizaynlarla məşğul olma, UX UI dizayn. Hətta web dizaynı da o vaxtdadır. Web dizayn sahəsi var. Bir neçə dənə veb sayt işlə, göndər, biz öz şirkətimizdə, agentliyimizdə göstərək, bəyənsələr gəlib bizdən işləyərsən. Photoshopun vaxtında. Photoshopda yığdım bir dənə landing page. Təzən birini də yığdım, o da göndərdi. Dedilər, hə, yaxşıdır, gəlsin, başlasın. Belə oldu. 300 manatdan başladıq. Karyeram belədir. karyeraya başladınız. Oradan başladım. Bundan sonra da bildiyim qədər 8 ildən artıq bu sahədə təcrübəniz var. Hə, 8 il oradan başladı. 2016-nın sonları kimi. 2017-də də artıq Figma bazara girirdi, yavaş-yavaş təzə çıxırdı. Amma ondan əvvəl Sketch-lə işləyirdik. Sketch mən Mac-ə əvvəl istifadə eləmirdim. Windows idi. Windowsda Sketch işləmirdi. Mən XP ilə davam elədim. Sonra bir ara keçdim yenə Sketch-ə. Həmin vaxtda Figma artıq girirdi bazara. Figma daha rahat idi. Orada biz əvvəl çətinlik yaşadığımız tərəf bu idi. Dizaynı çəkirdik. Zeppelin adlı bir proqram var idi. Mən Photoshopdan oraya eksport edirdim. Developerlə girib orada ölçüləri və s. görürdü. Çox əziyyətli idi. Sketch bunu həll eləmişdi, amma sadəcə Mac-lərdə işləyirdi. XP rahat idi, amma XP-yə də developer dəvət eləmək olmurdu, ödənişli idi. Ayı $10 idi, belə bir şey qiyməti var idi. Amma Figma-da belə bir problem yox idi. Biz rahat işləyirdik. Paylaşırdıq, developer gəlirdi. Bu formada başladıq 2017-nin əvvəlinə. Biraz auditoriyaya UI UX haqqında danışmaq istəyirsinizsə ki, bizim əsas auditoriyamız tələbələrdir və yeni ixtisas seçməyə çalışan belə deyək, şagirdlər, tələbələr və ya şəxslərdir. Ümumiyyətlə bu UI UX sahəsi nədir? Hətta son zamanlarda bir xeyli bu sözləri yan-yana eşidirik. UI UX, dizayn, web dizayn və s. və UI ilə UX-in fərqi nədir ümumiyyətlə? Nəzəriyyə kimi deyəsi olsa, məsələn, tutaq ki, siz işdən çıxmısınız və evə gedirsiniz və taksi sifariş etməlisiniz və ev hər gün getdiyiniz yerdir. Məsələn, girmisiniz taksi tətbiqinə. Tətbiqə girən kimi evin adresini bir də yazıb axtarmırsınız. Məsələn, tətbiqə girən kimi son getdiyiniz yerdə sizin ev adresidirsə, yaxud da ən çox getdiyiniz yerdirsə, bu artıq bir UX həllidir. İstifadəçinin rahatlığına fikirləşmiş bir həldir. UX-i belə izah etmək olar. Bir də girən kimi məsələn, orada siz xəritə görə bilərsiniz, axtarış görə bilərsiniz. Bu da bir həldir. Rahatçılıqdır, istifadəçi rahatçılığıdır. Yəni axtarış üçün bir neçə yerə klikləmirsiniz. Bu UX tərəfidir. UI tərəfi də istifadəçinin gördüyü interfeysdir. Məsələn, ora girən kimi siz axtarışı daha biraz qabarıq görə biləsiniz, yaxud da yazdığınız yazıları oxunaqlı görə biləsiniz. Belə xəritədə öz yerinizi gözünüz görə biləcək ya da istifadəçinin gözü görə biləcəyi formada dizayn edirsinizsə, bu da UI tərəfidir. İstifadəçinin gördüyü interfeysə UI deyirik. İstifadəçi bizim məhsullarımızı necə istifadə edirsə, rahatçılığında UX-dir. işləyən tərəf UX-dir. Əla. Onda
biz belə yaxşı bir vizual hazırlamışıq, yəni UI hazırlamışıqsa, bu daima UX-lə üst-üstə düşdüyünü qeyd edə bilərikmi? Yəni məsələn, çox rastlamışam əslində, yəni çox gözəl bir dizayndır, veb-sayt dizaynıdır. Amma onun gəlib statistikalara baxsaq, görərək ki, istifadəçisi tərəfindən heç rahat deyil və ya istifadəçilər daimi deyir ki, bunu tapa bilmirəm, bu düyməni tapa bilmirəm və s. Sizcə yaxşı vizual hazırlamaq əsasdır, yoxsa elə UX yönümlü hazırlamaq daha yaxşıdır? İkisini də eləmək daha ya arzu olunan da ikisini də etmək. Hə. Burada iki dənə məsələ var. Bir, əgər siz məhsul hazırlayırsınızsa və çox istifadəçisi varsa, bunun üçün UX tərəfi biraz daha vacibdir. UI də eyni formada. Digər tərəfdən məsələn siz bir veb sayt hazırlamısınız, agentlik saytısınız. Orada artıq siz biraz kreativliyə daha üstünlük verirsiniz. Belə bir qrafik var idi. Məsələn fikirləşin UX və UI. UI qəşəng olan kreativ saytlarda qrafik məsələn 0 nöqtəsindən başlayır, bir düz qalxır. İstifadəçilər həmin kreativ sahədə elə bilirlər ki, daha doğrusu nə qədər çox kreativlik görsələr saytla, onlar üçün UX biraz arxa plana düşür. Ona çox fikir vermirlər. Saytı daha çox gəzinmək istəyirlər, animasiyalar daha çox görmək istəyirlər. Bu bir tərəfi. İkinci tərəfdə, əgər siz gündəlik məhsul istifadə edirsə, ta ki bank mobil tətbiqi, burada artıq kreativlik işə yaramır. Adam girən kimi kiməsə ödəniş göndərmək istəyir, yaxud da kommunal xidmət ödəmək. Hə, bu tipli şeyləri göz önünə qoymaq lazımdır ki, girdim, gördüm göndər düyməsi var, kliklədim, sizin məsələn banka kartınızı yazdım, ödənişi göndərdim. Bəzi bank tətbiqlərində məsələn bank tətbiqi sarı rəngdədirsə, hər şey sarı eləməyə ehtiyac yoxdur. Bu artıq vizual baxımdan çox pisdir. Qırmızı brenddirsə, qırmızı eləməyə ehtiyac yoxdur. Bu da artıq UI tərəfidir. Bunu deyə bilərik ki, UI UX bizim gördüyümüz veb saytlarda, mobil tətbiqlərdə o dizaynıdır. Hansı ki, developerlar, proqramlaşdırıcılar o dizayndan əsaslanaraq kodunu yazırlar və UI bizim gördüyümüz bu interfeysdir. UX də onun istifadəçi yönümlülüyünü araşdıran bir sahəsidir, tərəfi. Hə, bu nümunəni çox yerdə demişəm, bəlkə çox adam görüb. Belə məsələn siz ən sonuncu istifadəsini fikirləşməlisiniz. Tutaq ki, bir tətbiq düzəltmisiniz, yaxud da veb-sayt. Məsələn, mobil versiyadadır. Kimsə qatardadır, yaxud da marşrutda gedir, bir əlini tutub hardansa, yaxud da yol gedir, əlində çantası var. O bir əli ilə istifadə edə bilməlidir sizin mobil tətbiqi. Bir əli ilə də tutub bu baş barmağa çata biləcəyi əraziləri istifadə etməlidir. Baş barmaq çatırsa, hər yeri bu UX tərəfidir. Axşam vaxtı istifadə edə bilirsə, yaxud da biraz rəng korluğu varsa, bu artıq UI tərəfidir. Bunlar hər ikisi belə nəzərə alınmalı. Bir-birinə inteqrasiya olunmalı, istifadə olunmalıdır. Təşəkkür edirəm. Bir də əsas beləyək, hissəyə keçək ki, bu sahəyə necə başlamaq olar? Həm öz təcrübələrinizdən, həm də bugünkü beləyək resurslardan, bugünkü imkanlardan istifadə etməklə biri elə bu UI UX və ya product designer sahəsinə necə başlaya bilər? Bir ideal bir yol xəritəsi necə ola bilər? Yəni self-study eləmək olarmı, yoxsa kurslar ola bilər, ya tövsiyə görə biləcəyiniz sertifikatlar, kitablar, resurslar və s. Birinci kursları mən demək istəyirəm, də dərs keçmişəm əvvəl. Hazırda tanışlarım da dərs keçir. Fiziki olan kurslar biraz mənə boş vaxt itkisi kimi gəlir. Bir də ki, xərc olaraq çox boş gəlir. Yəni necə boş? Həminki büdcə ilə çox yaxşı onlayn kurslar da var. Pulsuz kurslar da var. Bunlarla da öyrənə bilərsiniz. Düzdür, məsələn, öyrənmək bəzən onlayn çətin gəlir, self-study eləmək çətin gəlir. Buna görə istəyir ki, getsin müəllim üzərində işləsin. Amma mən gördüyüm çox kursun bəlkə xoşlarına gəlməyəcək. Amma məsələn, 4 və ya 6 aya öyrənilən nəticələr çox da xoşa gələn olmur. Yəni eyni nəticənin necə deyim, istənilən nəticəni almaq olmur həmin kurslarda. Müəllimə də yaxşı ola bilər, kurs da yaxşı ola bilər. Amma self-study eləmək daha yaxşıdır ki, yəni sizin o kursa verdiyiniz müəyyən məbləğə çox yaxşı və 10 dəfə daha aşağı kurslar ala bilirsiniz. Mən də onlayn kurslar götürmüşəm çox sayda. Yəni hələ də qarşıma çıxdısa götürürəm. Çox ucuz qiymətləri olur. Yəni $100, $150, hansı ki, yerli kurslara 2000 ilə 6000 arasında ödəniş verirlər. Düşünürəm ki, bu self-study bazarından asılıdır tələbələrin. Yəni siz dediyiniz kimi, yəni self-study edə bilirsə, o həmin onlayn kurslardan çox rahat bir şəkildə öyrənə bilərlər, amma edəmək bacarığı olmayanda məcbur offlayn kurslara artıq müraciət edə bilərlər. Bu sahəyə başlamaq istəyən üçün ən vacib bacarıqlar hansılardır? Yəni burada kreativlik lazımdır. Məsələn, mən iki rəngi bir-birindən ayırmaq deyil. Məsələn, atıram, qırmızı ilə yaşıl biri deyirsə ki, hə bu çox yaxşı gedir, mən amma anlamıram, bu yaxşı gedir deyil. Gedirmi
getmirmi, getmirmi. Məsələn, bu kimi yəni həm rənglər olsun, həm dizayn, kreativlik və sair hansı kimi bacarıqlar mütləq tələb olunur ki, bu sahədə işləyirsəniz olmalıdır bu bacarıqlar. Əgər içinizdə varsa, o kreativlik necəsə ortaya çıxır. Başlanğıcı olmaya da bilər. Mən ilk işlədiyim saytları görürəm ki, çox pis gündədir də. Orada uyğunsuz rənglər və s. hər şeyi istifadə etmişdim. Sektoru bilməyəndə artıq yavaş-yavaş öyrənir adam. Burada da belə məsələn bunu deməyə çalışacağam. Tutaq ki, sizin içinizdə dizayna bir yatkınlıq var, yaradıcılıq var. Siz başlayırsınız və yavaş-yavaş ortaya çıxır, uyğunlaşırsınız dizayna və sizə yaxşı alınır, davam edirsiniz. Bir də var, yoxdur, amma həvəsiniz var. Girirsiniz, işləyirsiniz, yenə də alındıra bilmirsiniz. Davam edirsiniz, dediksə rəng tutmaq olmur. Harmoniyanı tutuzdura bilmir. Ola bilər. Məsələn, çox adam olur. Yoxlayır, görür ki, alınmır. Yoxlama çox yaxşıdır. Yəni yoxlasın, alınmasa okeydə belə ürəyində qalmayacaq daha doğrusu. Yoxlama çox yaxşıdır. Yəni nəticə olaraq demək istəyirdim ki, yəni həvəsi varsa girsin, yoxlasın, eyb yoxdur, alınmasa yenə çıxar. Mən də 6 il iqtisadiyyat yoxlamışdım, amma alınmıyor. Əsas odur ki, yəni yoxlayıb alınmayanda da alınmayacaq, başqa sahəyə keçsin. Yəni ən azı ya da paralel işləyər, öz işi olsun, paraleldə dizayn yoxlasın. Ola bilsin ki, alınmayacaq, amma eyb yoxdur, 1 ay, 2 ay yoxlayar, alınmasını eləmək olar. Keçək freelance iş dünyasına biraz daha detallı danışmaq. Bu danışmaq. ən bildiyim sahədir. Sizin LinkedIn-ə daxil olanda ümumiyyətlə UX dizayn sahəsində freelancer kimi tanınırsınız belə deyək. Freelance işi necə tapırsınız və tapdıqdan sonra hansı addımlar olur? Məsələn, 8 il ərzində demək olar son hardasa bir 5 il olar ki, heç axtarmamışam iş. Yəni freelance iş axtarmamışam. O da necə olur? Məsələn, kiməsə iş görürsüz, o sizi referans edir. Yaxud da kiminsə işini görürsüz, sizə əlavə iş verir. Belə ya portfolio paylaşırsa, o deyirəm gündəlik paylaşanda networking yaranır. Network çox vacibdir. Oradan sizə iş ötürürlər. Hazırda istifadə etdiyim bir platforma var, Kontradır. Oradan da. Yəni yazanlar hamısı görür portfolyonu, oradan yazır. İndi başqa bir yer də var, Framer, ona gələrik. Oradan da çox iş gəlir. Freelancerləri hardan tapırsınız? Tapmıram. Yəni necəsə müştəri referansı ilə, networkinglə, portfolio ilə bu formada gəlir işlər hamısı. Bəs freelance işi artıq gəldi, sizə təklif gəldi. Ondan sonra hansı addımlar olur? Yəni məsələn dəyəduzluq halının qarşısını almaqdan ötürü hansı addımlar atırsınız ya, yəni hər şeyin tam okey olmağa, tam işi verən adama izah etməkdən ötürü necə hansı addımlar atırsınız? Əgər müştəri özü yazıbsa, yəni gəlirsə, ümumiyyətlə freelancer deyirəm. Müştəri özü yazıbsa, bilin ki, siz işi hardasa %90% götürmüsünüz. Çünki sizi nəsə görüb bəyənib gəlibsə, demək olar işi verəcək sizə. Sadəcə əmin olmaq üçün sizdən oxşar bir layihə istəyə bilər. Məsələn, ticarət saytı yaratmaq istəyirsə, soruşa bilər ki, gördüyün ticarət saytları varmı? Bunları göstər. Portfolio varsa göstərirsiniz. Yoxdursa, biraz güvən yaradacaq formada danışırsınız. Ticarət saytları necə qurulur, nələr istifadə edirsiniz, nələrə baxacaqsınız və s. bu formada danışırsınız. Yəni razı düşsün müştəri. Sadəcə onda güvən yaransın. O güvən yaranandan sonra bu başlanğıcda belə video kollar eləyə bilərsiniz, görüşə bilərsiniz və s. Bunlar olandan sonra siz çox rahat şəkildə ödəniş qiymətləyirsiniz, amma nəzərinizdə tutduğunuzdan biraz çox deyirsiniz. İstər-istəməz sizə endirim istəyəcək. Endirimi də eləyəndən sonra işə başlamamışdan qabaq ödəniş eləmək şərtdir. İki formada işləmək olar. Ya 50%-in qabaqcadan alıb 50-sini sonra. Bu formada mən ən çox edirəm. Ödəniş verir 50%-dən sonra. Ya da 40-30-30 eləmək olar. 40% qabaqcada, 30 ortalarda, 30 da ən sona işi təhvil verəndə. Müştəri ödəniş eləyəndən sonra artıq istər-istəməz o iş yekunlaşana qədər, çünki ödəniş edib, işin yekunlaşmağını gözləyir. Yekunlaşdırmasa ilkin ödənişi batacaq. Siz qaytarmırsınız, çünki ödəniş siz də işləmisiniz. Bu haqqınız gedib. İşin də yekunlaşmağı üçün siz təhvil verməlisiniz, digər ödənişi götürəsiniz. Yerli müştərilərdə problem olmayacaq, çünki müqavilə ilə işləmək çox yaxşıdır. Ödənişi rəsmi vöyünə də almaq olar. Yaxın müştərilər olanda ya karta göndərir, ya nağd verir. Bilməm, bu da yəni asılıdır. Bir tərəfi belə, yəni ilkin ödəniş şərtdir. İlkin ödənişsiz başlanır, demək bütün işlər davam etməyə bilər və sizin vaxtınızı gedə bilər, ödəniş ala bilməyərsiniz. Xarici müştərilərdə o tipli şeylər çox görməmişəm. Onlar qiymət mövzusunda çox həssasdır. Orada da məsələn, mən istifadə etdim Kontra platformasında müştəri ödənişin hamısını göndərir Kontraya. Məsələn, ta ki $1000. Kontraya göndərir $1000. Orada avtomatik siz müqavilə yaradırsınız. Müqavilədə də upfront ödəniş var. Məsələn, ilkin ödəniş 50% yazsanız 50% sizin hesabınıza köçür, kontra hesabınıza. 50% də kontrada escrow amount olur. Orada
gözləmədə qalır. Siz həmin emanətlərin məbləği görürsüz. İşi hazırlayıb qutarıb təhvil verirsiniz, submit edirsiniz, müştəri təsdiqləyəndən sonra ödəniş köçürürsə. Təsdiqləməsə 5 gündən sonra köçür, 120 saatdan sonra köçür. Yəni istər-istəməz amma müştərinin balansından çıxır, qalır ortada bir hesabda. Burada da problem olmur. Amma yəni vacib olan müqavilədir, bir də ilk ödəniş. Kontra bir növ yeni nəsil freelancer.com, upwork.com kimi platformadır, amma çox yaxşıdır. Komissiyası yoxdur. Freelancerdən komissiya almır, sıfırdır. Oradan ödənişi balansınıza götürmək istəyirsə yenə də komissiya yoxdur. Ancaq müştəridən götürür. O da çox az komissiya götürür. Sizə uyğun işləri özü avtomatik göndərir. Amma dediyim kimi müştərinin məsələn Upwork-da bildiyim qədərilə desən 10% komissiya var. Əvvəl 20 idi, sonra desən ona düşürüblər, Və müştərinin təsdiqi çox vacib idi. Burada amma çox vacib olmur. Siz göndərirsiniz, müştəri 5 gün ərzində baxmasa, kontra avtomatik təsdiqləyir və ödənişi götürür sizə. Belə freelancerlərin tərəfini çox yaxşıdır. Kontraktorların tərəfini çox yaxşı tutur. Başqa kontranın pro hesabı var. Onu almaq çox yaxşı olur. İllik təxminən $200 civarındadır. Black Friday-də $99 düşür. Amma çox yaxşıdır. Çünki kontranın yeni çıxan bütün toollar kontrada bir proqram yaradır. Expert proqramı yaradır. Siz orada expert proqramına müraciət edirsiniz. Expert proqramlara çoxla belə olur. Məsələn, bir dizayn alətidir. Siz orada ekspert kimi siyahıya düşmək istəyirsinizsə, bir-iki tələb olur. Deyir ki, məsələn, xidmətlərin arasında bu dizayn proqramının bir başlığını yaz ki, bu xidmətini göstərir. Bununla bağlı hər hansı bir müştəri iş görür, yaxud da bir öz portfolyonda olsun belə. Sonra müraciət edirsiniz, ekspert bəziləri alırsınız. Sizi artıq ekspert kimi list edirlər. Müştəri də axtaranda siz olursunuz ön sırada. Kontrol özü də sizi tövsiyə edir həmin müştərilərə. Bir də Framer haqqında siz ümumiyyətlə no-code alətlərə keçək. Son illərdə yayılmış ən çox yeni yaranan alətlərdən birincisi terminlərdən biri no-code, vibe coding falan. Burada no-codedan başlayaq ki, ümumiyyətlə no-code anlayış nədir, Framer nə tipli işlədirsiniz və sizə necə kömək olur? Figma-dan fərqlər olaraq. Framerə qədər mən son hardasa 2023-dən bu yana işlədirəm Frameri. Framer əvvəldə var idi, amma prototipləmə aləti idi. 2022-də, 22 mayında keçdilər no-coda. Mən 23-də daxil oldum. 23-ün fevral bu civarları idi. Oradan başladım. Son hardasa 2 il zaddır Framerlə məşğulam. Müqayisə edəsi olsaq Figma ilə, yəni Figma ilə gələn işlərin büdcələri Framerdə hardasa ondan bir 3x daha çoxdur. Həm müştəri kütləsi çoxdur, xarici müştəri kütləsi daha çoxdur, büdcə yenə çoxdur. Layihə baxımından çox rahat iş görürsüz və real layihəniz olur. Framer dediyiniz kimi no-code tool'dur, yəni kod yazmadan siz dizayn çəkirsiniz. Yəni interfeysi Figma-ya oxşur. O dediyim kimi, yəni Figma bilirsinizsə, Framerdə yəni bir həftə, 2 həftəyə öyrənə biləcəyiniz bir şeydir. Yəni çox dərinliyini demirəm, dərinliyi də olsun bir ay. Belə öyrənərsiniz, yaxud da işlə-işlə öyrənərsiniz. Orada Figma kimi dizaynı çəkirsiniz. Məsələn, bir veb saytı bütün səhifələrin dizaynını çəkirsiniz. Desktopu, tableti, mobili və settingə girib domeninizi qoşursunuz. Olur sayt. Yəni front-enddə, back-enddə ehtiyac olmadan siz bir həftəyə bir də real iş çıxara bilərsiniz. Bayaq dediyim kimi, kursdan məzun olan, yaxud da self-study edən dizaynerlərin ən böyük problemləri, məsələn, korporativə keçmək istəyirlərsə, real iş çox vaxt istəyirlər. Real işdə burada artıq Framerdə çox rahat. Yəni siz bir həftəyə orada bir landing page düzəldib subdomainlə, məsələn, ulvin.framer.website bununla real iş çıxara bilərsiniz. Həftəyə bir dənə eləsəniz, bir ay elə 3-dən 4 dənə işiniz olacaq. İndi gələk sizin şəxsi təcrübəniz. Məncə sizin haqqınızda olan ən maraqlı hissə budur belə deyim də sizin portfolyonuz barəsində ki, sizin xarici olan səfərləriniz, tədbirlər və ən sonunda da sizin haqqında gördüyüm Stanfordda, Berkeleydə visiting instructor kimi dərs keçməyiniz. Elə bu sondan başlayaq ki, bu necə başladı, yəni necə təklif gəldi və həmin müddət ərzində Stanfordda, Berkeleydə hansı dərslər tədris ediniz? Təklif hardasa avqustun sonları idi. İndi dekabr ayındayıq. Avqustun sonlarına yaxın yazmışdılar. Birinci Framer yazmışdı. Onlar e-mail atdılar ki, bəs bizim 2 dənə universitetdə tələbə proqramlarımız var. Ora bizə 3 ekspert lazımdır. Məndən də yazdılar, maraqlıdırmı ya da deyil. Bunlar əvvəlcə soruşuldu. Biraz belə danışdıq, elədik, razılaşdıq. Yəni iki tərəflə razılaşdıq, vaxtlı və s. Proqram noyabrda başlayırdı. Avqustdan başladıq danışmağa. Sentyabr ayında birinci başladıq Stanfordla danışmağa. Onların tədris bölməsindəki şəxslərlə. Paraleldə də başladıq Berkeleydə.
University of California, sadəcə Berkeley şəhərində idi. Berkeley şəhəri. Hə, onların tədris şöbəsi ilə başladıq danışmağa. Hardasa, yəni 2 aya yaxın belə nələr keçiriləcək, tələbələr kimlər olacaq, biz nə danışmalıyıq və s. bunların hamısı danışdıq. Sonra noyabrda da artıq getdim ora. Birinci başladıq Stanfordla. Orada hər kəsimdən var idi tələbələr, daha çox mühəndislər idi. IT tələbələri var idi. Heç IT ilə əlaqəsi olmayan dizayner tələbələri var idi. Sonra şəxsi portfolio qurmaq istəyən və s. Amma əsas fokus bir framerin tədrisi idi. Sonra framerlə görüləcək o dediyimiz MVP məsələləri. Çünki böyük startup rəhbərlərinin çoxsu görürsə ya Stanfordla çıxır, ya da Silikon ətrafında olan universitetlərdən. Gələn uşaqların əksəriyyəti elə idi. Hamısı deyir ki, mən öz şəxsi saytım olsun və məhsulum var. Bu məhsulumu təqdimat etmək istəyirəm. Bura funksiyaları qoşa biləcəyəm. Məsələn, tez vaxtda mən bunu göstərim investora. Bu tipli təqdimat edə biləcəyim saytlar lazımdır. Elə oldu. Başladıq. Proqrama qarşılıq idi. Bir gün, bir yaxud bir neçə gün Stanfordda, bir neçə gün Berkeleydə belə. Maraqlı idi. Çox maraqlı idi. Tələbələr əsas magistr tələbələri idi yoxsa bakalavr? Çox belə o tərəfi dərinli heç birini soruşmadım. Yəni necə idi? Proqram başlayırdı, gəlirdilər. Dəyirmi belə bir auditoriyadır. Hamı oturur, soruşur, eləyir. 1 saatlıq olur, o bir gün 2 saatlıq olur. Yəni əsas fokus gəldilər, soruşdular, danışdın, belə kommunikasiya qurdun. Yəni gələn adamlar olurdu, amma bilmirsən ki. Kimdir? Hə, yəni adam biraz da etik olaraq soruşa bilmirdim ki, şeydir. Sənin yaşın biraz çox görünür. Sənə bakalavursan, yoxsa nə bir magistr. Bir qədər də kontra və framer kimi aletlər haqqında biraz daha detallı məlumat almaq istəyirdik sizdən ki, əsas fərqliliklər digərlərindən və s. Bayaq dediyim kimi yeni nəsil olmağı çox yaxşıdır kontranı platforma kimi. Məsələn, freelancer.com-dur, Fiverr-dur, Upwork-dur. Burada biraz insanlar çoxdur və qiymətləri çox öldürürlər. Kontra belə bir şeyə çox icazə vermir. Yaxud da kontradakı müştərilər biraz elit müştərilər kimidir də. Yəni çox ucuza qaçmırlar. Yəni Amerikalı müştərilər, İngiltərə və Avropa müştərilər daha çoxdur. Yəni daha yaxşı büdcələri var və daha yaxşı iş istəyirlər. Onlar üçün bir Hindistanlıların $10 işləməyi onlara çox sərf eləmir. Yəni $50 sizin işləməyiniz daha yaxşıdır onlar üçün ki, keyfiyyətli iş olsun. Bu tərəfdən yaxşıdır kontra. Framerə gələcəm, amma ayrıca deyim, kontrada yeni çıxan bəzi dizayn alətləri var. Yəni üzdə çox görünmür, amma çox istifadə olunur. Və bazar çox yenidir. Ora indidən giriş eləmək daha yaxşıdır. Sadəcə Figma ilə ayaqda tutulmaq biraz çətindir, rəqabət etmək biraz çətindir. Yəni Figma-nı aşağı-yuxarı kimsə 2 həftəyə də öyrənə bilər, yaxud da 1 ayda öyrənib digərinə çox yaxşı rəqabət edə bilər. Siz artıq bazarda biraz itib batırsınız. Müqayisə kimi deyim, məsələn, hətta Bakıda belə nə qədər kurs var, hər kursda nə qədər müəllim var. Hər müəllimən istəyən qrup düşür, hər qrupdan istəyən də tələbə olur və bunlar da bir 3 aydan, 5 aydan bir məzun olur. Buna görə biraz ayaqda qalmaq və bir yerə fərqlənmək də çətindir, bir yerə gəlmək də çətindir. Bir də ki, məsələ də budur ki, siz yəni lokalda qalacaqsınız. Məsələn, kontrada Instant belə adında bir dizayn aləti var. Bu Shopify üçün dizayn template edeyim temaları yaradır. Bazar çox yenidir. Hardasa 1 il yarımlıq bazardır və çox adam da yoxdur orada. Kontrada axtarırlar və instant ekspert tapa bilmirlər. Bu qədər şeydir. Hətta instantın öz rəhbərləri məsələn hamıya bir mesaj yazır ki, instant istifadə edin ki, biz sizə ekspert bəzi verək. Özləri öz bazarını artırmaq istəyirlər. Sonra Replo var. Bu da ticarət saytları üçün template hazırlayır. Bu da Shopify qoşulur, istifadə etmək olur. Jitter video var. Bunu biraz var istifadə edənlər. Çoxsa yəni Premiere yaxud da After Effects bilməyə ehtiyac yoxdur. Jitter videoda çox yaxşı sosial media videoları yaxud da öz işlərinizə animasiyalar falan var bildiyim qədərilə. Hə, var, çox rahatdır özü. Çox rahatdır. Sonra Spline və 3D-dir. Spline-in bir də HANA tərəfi, yəni feature-ını çıxartdılar. HANA-da 2D dizaynlar edə bilirsiniz. Çox yaxşıdır o da. 2D edə bilərsiniz. HANA da bazarda yenidir. Sonra Unicorn Studio var. Bu da 3D-dir. Amma girib hazır template götürüb orada çox yaxşı sadə şeylər dəyişməklə saytın içərisinə bir 3D qoya bilirsiniz. Bu da çətin deyil. Orada məsələn sizə hazır embed kod verir. Kodu kopyalayırsınız. Gəlirsiniz Framerdə embed funksiyası var. Götürüb atdınız məsələn ana səhifənin ortasına, kodu da yapışdırdınız, işlədi. Yəni bu qədər çox rahatdır. Yeni bazarda yəni ən yaxşı alət hal-hazırda Framerdir.
Framer-də gəlir baxımından da çox yaxşıdır, müştəri baxımından da çox yaxşıdır. Əksər müştərilər Amerikadandır. Yəni %50-dən yuxarı Amerikalı müştərilərdir. Onlar da sizə ödənişi dollarla eləyir və yerli bazar üçün manatdan hesablayıb dollara çevirib onlara deyəndə onlar sizə imtina eləmirlər. Nə vaxtdan başlaya bilərsən. Yəni çox cüzi məbləğ gəlib çıxır. Framerin müştəri tərəfi çox yaxşıdır. İkinci tərəfə template hazırlayıb satmaqdır. Framer sizə hardasa, tutaq ki, siz template hazırladınız, marketplace-ə qoydunuz. Sizin template-i bir 100 nəfər yaxud da 1000 nəfər götürdü. O template öz domenini qoşanda Framer-ə ödəniş edir. O ödəniş 1 il ərzində sizə gəlir. Aylıq ödəniş edirsə, aylıq ödənişin yarısı hər ay sizə gəlir. 1000 dənə müştəri isə 1000 müştəridən ödəniş 1000-ə vurulur, verilir. Yaxud da illik ödəniş edirsə, illik ödənişin yarısı gəlir sizə avtomatik. Təşəkkür edirəm cavablar üçün. Düşünürəm ki, həm UX dizayn sahəsində, həm əsasda freelance işlər barəsində bu UX designer olaraq freelance işlər almaq barəsində bir xeyli maraqlı məlumatlar ötürəldik. Ümid edirəm faydalı olar. Və son sizdən gənclər üçün həm bu sahəyə başlamaq istəyən, başlamaq istəməyən fərqi yoxdur. Gənclər üçün bir cümləlik tövsiyənizi almaq istəyirik. Bir cümlə ancaq şeydir, produce eləməkdə. Yəni aləti öyrəndiniz, tez dizayn işləyin atın. Ya portfolioya, ya sosial mediaya, belə. Dayanmaq. Bazar belə işləyir. Bir də Framer öyrənin. Təşəkkür edirəm bir daha. Ümid edirəm ki, faydalı bir video oldu. İzlədiyiniz üçün də təşəkkür edirik. Video faydalı idisə kanala abunə olmağı və like atmağı, dostlarınızla paylaşmağı unutmayın. Sağ olun, görüşəndə.